Qonşu örüb də oranı. Bəli. Yəni belə kubikdir. Siz bloka çıxa bilmirsiniz. Bəli, bloku da bağlayıblar, kilitləyiblər, açılmır. Bu tərik qapıdır burada. Görürsünüz də, naverno. Bunu qapının ən az 100 neçə il var. Bu gözəl qapı həm istoriyası var, bunu bağlayıblar. Biz bu qapı qoymuşuq ki, bezopasnosti görə. Amma etibarlı olsun da. Amma əslində istirdik bu gözəl qapı, onun öz istoriyası var, saxlayaq da bunu. Burada gəlmişik, amma o tərəfdən hörülüb də Yəni bu. bunun özündə də heç o vaxtda da kubiklər olunmayıb. İndi bilinir ki, kubikdən örülür. Yəni təzə örülən kubiklərdir. Eyni bu rüsumkada da bir qonşunun qapısı var. Yəni iki qapı olub vaxtilə. Yəni əl-üzüdə çöldən belirsən ki, boşdur. Buna görə də qonşu bağlayıb biz girib çıxa bilmirik. Ona görə gəlib buradan bütünlükdən giririk. 1-2-3 il mən burada olmamışam. Gəlmişəm ki, bu çöldən hörülüb də, bağlayıblar. İndi bilmirəm hardan girir. Buradan çölə açmağı istəyirdik, orada da icazə vermirlər. Mən özüm Rus vətəndaşıyam, amma Azərbaycanda yaşayıram və özüm də Azərbaycan vətəndaşı kimi hiss edirəm və güvənirəm bizim strukturaya. Elə fikirləşirəm ki, spravedlivost восторжествует. Qanun var, qayda var. Dediyim kimi də, yəni qapıdır, bloku bağlayıblar, girə bilmirik. Domofonu da vururuq ki, yəni özəlləşdiriliblər yuxarı. Bizim o dediyim kimi qapı, burada bu evində yaşayış qapısı da oradadır. Aça bilmədiyimiz qapı. Sadəcə məqsəd nədir, necədir bilmirik. Yəni məqsəd də odur ki, təhdiklər var ki, ucuz qiymətə verin bizə. Bizim də bura yaşayış yerimizdir. Yəni söhbət ondan gedir. Yəni bütünlüklə həyata almaq istəyir. Bəli. Başqa Sizə təhdid edirlər ki, ucuz qiymətə satasınız. Bəli, açılmır. Qapıda bayaq sizə içəridə dediyimiz kimi də qapını bağlayıblar. Elə bir nəfər. Evin girişi bloka. Bəli, blokda 3 dənə ailə yaşayır burada. Sadəcə bizlə 4-dür. Bizim blok, bizim qapını bağladıqlarına görə, indi sizi görsədə bilmirəm də, içərini açıb görsədə bilərdim ki, bu üzrə eyni qapı, eyni rüsumka içəridə çəkdiyimiz. Bayaqki hörlü olan yerdir də. Bəli, həmən daşdır. Ora giriş. Bəli. Çox sağ olun. Siz sağ olun.